Həyatına nə gəlir bir həftə, bir ay və 3 ay içində? Gəl bunlara baxaq. Hansı enerjidə olacaqsan bir həftə, bir ay və 3 ay içində həyatına nə gəlir? Bir həftə içində nə gəlir, bir ay içində nə gəlir və 3 ay içində həyatına nə gəlir? Gəl birinci baxaq. Bir həftə içində həyatına nə gəlir? Oy. Bir həftə içində əgər hansısa bir səhhətinlə əlaqədar problemlər varsa, o həll olunur. Enerjin yenilənir, stabillik enerjisi gəlir, balanslı enerji gəlir, sağlamlıq gəlir həyatına, münasibətlə əlaqədar. Əgər münasibətin varsa, münasibətinizdə stabilləşmə gedir, ev enerjisi gedir, görüşlər gəlir, bir həftə içində görüş var. Əgər həyatında heç kim yoxdursa, yeni bir tanışlıq ola bilər, yeni bir münasibət tanışlığı ola bilər. Bir həftə içində bunlar gəlir. Gəl baxaq. Bir ay içində həyatına nə gəlir? Bir ay içində həyatına nə gəlir? Oy. Bir həftə içində burada həyatındakı insanla əlaqədar gəlişmələr gəlir. Bunu qadınlar izləyirsə, deməli, bu həyatında olan hansısa bir insanla əlaqədar gəlişmələr var. Əgər kişisənsə, həyatında güc gəlir, dəstək gəlir, apora gəlir. Qadınsansa, həyatına dəstək olan bir insan gəlir, yəni. Bir insandan sənə dəstək var. Bu kişi figurudur, yəni bu münasibətdə olduğun insan da ola bilər, məsələn, dəstək gözlədiyin bir insan da ola bilər. Bir insandan sənə dəstək gəlir, apora gəlir və bu bünövrəli bir dəstək olacaq. Belə deyim sənə, məsələn, hansısa həyatında istəyirsənsə, sənə dəstək olacaq bir insan, hal-hazırda yoxdursa, o insan gəlir həyatına, yox varsa da həyatındakı insandan sənə bir məsələdə dəstək var. Burada ev məsələsində ola bilər, burada sadəcə münasibətiniz yeni başlayıbsa, münasibətinizin əslində stabilliyə doğru addımını görürsən, bu gəlir sənə. Yəni, daha çox bağlanmaq, daha çox belə sevginin artımı və s. 3 ay içində həyatına nə gəlir? Gəl 3 aya baxaq. 3 ay içində bunu izləyən kişidirsə, həyatında bir qadın figurunla əlaqədar gəlişmələr gəlir. Yəni, belə deyim də, o qadınla əlaqədar hazırda münasibətiniz stabil deyilsə, münasibətinizdə bəlli bir etap gəlir. Yox, bunu izləyən qadındırsa, yəni burada konkret münasibət gəlir də. Mən sənə deyim ki, münasibətin varsa da stabil bir etapa gələcək, üzük gəlir burada. Yəni, tutaq ki, evlilik təklifi gözləyirsənsə, o gəlir və ya evlilik kimi bir addım gözləyirsənsə, məsələn, münasibətiniz daha yüksək bir etapa çıxmağını gözləyirsənsə, o gəlir. Kişidirsə, kişi ilə əlaqədar da bəli, həyatında tam axtardığın o qadın, tam bununla ailə qura bilərəm və s. belə bir qadın yoxdursa, o gəlir. Varsa da o qadınla əlaqədar, yəni artıq qərar verəcəksən ki, bəli, bu odur. Çünki burada sırf münasibətlə əlaqədar gəlir. Sırf münasibətlə əlaqədar gözəl gəlişmələr gəlir. Aldım, qəbul etdim, yaz ətraflı baxım üçünsə profildəki nömrə ilə əlaqə saxlayın.